Bir daha Kiyev şəhərindən salam olsun bütün dünya Azərbaycanlılarına. Azərbaycandakı bütün problemləri 10 milyonun görüb 2 nəfərin görmədiyi Azərbaycana salam olsun. Dostlar, səhər-səhər parkda o hər bir insanın bir duyğulandığı, nə bilim, bir darıxdığı bir vaxt olur. El, oba, vətən, yəni bunlar bəzən insanı nə qədər sıxır, nə qədər çəkir özünə. Yəqin ki, bunu qürbətdə yaşayanlar çox yaxşı bilir. Mən sizi inandırım ki, nə qədər də qürbətdə gün xoş keçsə də, nə qədər hər şey yaxşı olsa da, amma torpaq, vətən, el, oba, o bəzən insanlar deyirlər, çıxım gedim, yadıma düşməz, bir buradan çıxım, çıxıb gələnlər də var. Sizi inandırım ki, onlar da, belə deyim, el dilindən deyim, yandığından deyirlər. Heç kim nə elini, nə obasını unutmur. Heç kim elindən, obasından uzaq düşmək istəmir. Əsasən də bu müəyyən bir yaş həddindən sonra otururuq. Burada da müəyyən bir, belə deyim, ya çəkilişə mi gedirik, ya işlə bağlı kimlənsə oturub danışırıq. Sizi inandırım ki, o danışacağımız mövzudan öncə birinci Azərbaycan barədə danışırıq. Bəzən o xaricdə yaşayan Azərbaycanlılar videolar paylaşırlar. Burada əladır, burada yaxşıdır. Sizi inandırım ki, o da ürək yanğısı ilədir, dostlar. Çünki onu paylaşan Azərbaycanı elə görmək istəyir. Çünki həqiqətən Azərbaycan hər şeyin ən yaxşısına layiqdir. Bəzən deyirlər, Azərbaycanın sərvəti, nə bilim, pulu, nefti. Mən deyərdim, Azərbaycanın ən böyük sərvəti Azərbaycan vətəndaşının özüdür. Biraz qaba çıxsa da deyəcəm, Azərbaycanın bugünkü gündə ən böyük bəlası, heç kim inciməsin, yaltaqlıqdır. Bu yaltaqlığı aradan qaldıra bilsək, sizi inandırım ki, təsəvvür elədiyimiz Azərbaycanı da qurarıq və təsəvvür elədiyimiz zirvəyə də qaldıra bilərik Azərbaycanı. Yetər ki, bu ikiyüzlülük, yaltaqlıq aradan qalxsın. Bugün videolar çəkirik, paylaşırıq. Mən hər saat üzdə görsənmirəm. Amma yəni çəkdiyim videoların hamısına baxıram. İzləyənlərə, izləyicilərə çox sağ olun deyirəm. Səmimi izləyicilərimiz də var. Onlara minnətdarıq. Yeri gəlmişkən bizim kanalımızda bəyənib paylaşsaq çox şad olarıq. Ən azından bunu tam məsuliyyətimlə deyirəm ki, öncə qeyd elədiyim o yaltaqlıq, ikiyüzlülük bizdə yoxdur. Yəni bunun üçün paylaşmağa dəyər. Şərhlər yazırlar altda bir nəfərin 5 profili, 4 profili var dostlar. Müxalifətə girir, bir fikir yazır. İqtidara girir, bir fikir yazır. Baxın, görün Azərbaycanda nə qədər YouTube kanallar var. Hamıda güya haqqı deyirlər. Belə bir şey var da, Azərbaycanda son zamanlar artıq bu çox qaba şəkildə özünü göstərir. Filan kəsə, bir nəfərə, 2 nəfərə dəymə, başqa kim istəyirsən tənqid elə, kimlə nə istəyirsən denən. Amma müəyyən 3 nəfərin, 5 nəfərin toxunulmazlığı var. Və bu dırnaq arası haqqı deyənlər də onlara dəymədən güya haqqı deyirlər.
Bunlar haqq danışan olublar və özləri də düşünmədən çox eybəcərcəsinə, çox savadsızcasına həm özlərini rəzil bir vəziyyətə salırlar, həm də qoy belə deyim, Azərbaycanı necə ola bilər 21-ci əsr internet dövrü, bütün dünya hər şeyi görür. Okeanın o biri tayındakı Azərbaycanda ən balaca bir, xırda bir problemi görür, ona reaksiya verir. Amma Azərbaycanın içində müəyyən adamlar bunu görə bilmədilər. Çox gülüncdür, biabırçılıqdır bu. Həqiqətən gülməkdən artıq keçib biabırçılıqdır. Bu bilirsiniz necə? Bu artıq xalqı ələ salmaqdır, təhqir eləməkdir xalqı. Nə bilim, hansı birini deyəsən, həqiqətən qıraqdan deyir, insan özünü görə bilmir. Qıraqdan insanı lap yaxşı görüb sezmək olur. Ölkə də onu kimi. Yəni, Azərbaycanın içində bəlkə bunlar müəyyən dərəcədə sezilmir, gözə çarpır. Amma qıraqdan həqiqətən çox biabırçı görsənir. Çox. Hal-hazırda mən balaca bir müqayisə eləyim. Baxın, bugünkü gündə Ukrayna müharibə şəraitindədir. Müharibə dövrü yaşayır. Və bütün bu ağrıya, acıya baxmayaraq, insanlar hərə öz işindədir. Hamı öz həyatını düşünür, öz belə deyək, karyerasını düşünür, öz ailəsini düşünür. Heç kim heç kimin işinə burun soxmaz. Mən biraz belə deyim, titiz insanam, hər şeyə fikir verən insanam. Bəzən burada insanlardan nəyisə soruşursan, dövlətlə bağlı, özüm qəsdən o sualı verirəm, dövlətlə bağlı, ya hakimiyyətlə bağlı cavab gəlir ki, o mənim işim deyil, oturub orada. Onu o düşünsün, mən niyə düşünməliyəm? Amma gəlin bizə Azərbaycana hamı diplomatdır, hamı ekspertdir, hamı hər şeyi bilir, hamı biləndərdir. Bir sual verək də özümüzə. Sən ekspertsən, savadlısan, sənin özünün bir konsepsiyan olmalıdır. Sən özün bir nələrsə qurmalısan, hər hansı bir təkliflərin olmalıdır. Yəni, heç kim deməsin ki, belə deyək, qoymurlar, icazə vermirlər, o qoymurlar, icazə vermirləri mən də bilirəm. Mənim də xəbərim var. Amma bir müəyyən həddə qədər sən özünü göstərə bilərsən. Axı, onu da eləmirsən. Yəni, boş-boş danışmaq, nələrsə eləmək. Yəni, bu, vallahi, bu xalqın hissləri ilə oynamaqdan başqa bir şey deyil. Oturum, boş-boşuna nələrsə danışım. Ya ümumi, belə deyim, bir səmərəli bir işlə məşğul olun. Müəyyən bir xəbərlər çatdırın, insanları maarifləndirin, dünyada baş verənlərdən. Bunu bir səmərə olaraq qəbul eləmək olar. Amma belə deyim, mən oturum ancaq öz fikrimi yürüdüm, bu belə olacaq, bu belə olacaq. Bugünkü gündə mən belə deyim, Azərbaycanda oturub Ukrayna ilə Rusiyanın müharibəsini həll edən ekspertlərimiz var. Heç kim məndən inciməsin, həqiqəti deyəcəm. Bəzən biz Elxan bəylə otururuq, bəzən deyəndə, yəni demək olar ki, günün bir çox saatını bir yerdəyik. Bəzən otururuq, Azərbaycandan Ukrayna ilə bağlı elə bir fikirlər, elə bir məlumatlar gəlir ki, Elxan bəyin özü belə bəzən utanır o həqiqətləri deməyə ki, yəni mən burada, biz burada olmayacaq bir şeyi Azərbaycan yayımlayır. Hardandır bunlarda bu məlumat? Eləməyin dostlar. PR xatirinə eləməyin bunları. Bilmirəm bu nə dərəcədə
sizə xoş gələr, bəlkə kimlərinsə də acığına gedər. Amma hər şey PR deyil. Yəni o boğazdan yuxarı danışırsınız, millət, xalq. Hər bir kəlmənizdə birinci xalqı, milləti düşünün. Bax belə dostlar, nədənsə bugün səhər biraz duyğulandım. Biraz hisslərimi sizinlə paylaşmaq istədim. Biraz Azərbaycanın ağrı acısını dilə gətirmək istədim. Çünki bu bizim evin içidir. Evin içinin problemini çölə çıxartmaq, qabarmaq, bu bir növ həm ədəbsizlikdir, həm də o qürur məsələləridir. Mənim evimin içini niyə başqaları bilməlidir? Ona görə öz evimizin içində sadəcə olaraq hisslərimi paylaşdım və inanıram ki, kimlərinsə xətrinə də dəymədi. Çünki bu tənqid idi. Tənqid olan yerdə daim inkişaf var, tərəqqi var. Ən doğru, ən qərəzsiz xəbərləri də, məlumatları da Ukrayna ilə bağlı eşitmək istəyirsinizsə, bizim kanala da abunə olmağı unutmayın. Paylaşın. Deyir, insan paylaşdıqca çoxalar. Siz də paylaşın ki, biz də artaq, biz də çoxalaq. Xoş məlumatlarla, xoş xəbərlərlə qarşınıza gəlmək ümidi ilə özünüzdən müğayət olun. Bir daha salam olsun bütün dünya Azərbaycanlılarına.